Azərbaycan Silahlı Qüvvələrində 20 il və daha çox qüsursuz xidmət edən 160-dan çox hərbi qulluqçuya yeni mənzillərin sənədləri təqdim olunub. Xatırladaq ki, ötən gün hərbi qulluqçulara və onların ailələrinə Abşeron rayonu, Bakının Sabunçu və Suraxanı rayonlarında müvafiq sahəsi olan mənzillər verilib. Keçən il biz 473 mənzil onlara verilmişdi püşkatma yoluyla. Bu il Cənab Prezidentin tapşırığı əsasında həmin mənzillər tam rəsmiləşdirilərək onlara Novruz bayramı qabağı şəxsi heyəti sevindirir və həmin mənzilləri təqdim edilir. Mən birinci növbədə Ali Baş Komandana öz təşəkkürümü bildirirəm, ordunun komandanlığına öz təşəkkürümü bildirirəm və bütün silahdaşlarımı daimi ev almaqları münasibətilə hamısını təbrik edirəm. Ramazan ayı və Novruz bayramı ərəfəsində bu evi bizə təqdim elədilər. Yəni, bizim də əziyyətimiz yerdə qalmadı. Hökumətimizdən minnətdarıq.